Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb. Sferas xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib. Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirildiyinə görə bu gün saat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkimə qədər ölümü qeydə alınıb. İlkin məlumata görə ailənin zəhərlənməsinə səbəb konservləşdirilmiş tərəvəz məhsulu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.